əməliyyatı. Zəli böyük bir elmdir. Zəli böyük bir müalicə xanadır. Zəli hələ indiyənə qədər çox təəssüflər olsun ki 45% ölür. Bu 45% də milyonlar və milyardlarla insanın sağlamlığıdır. Təsəvvür edin ki, zəli qoyduran adamlar dediyim kimi bunlar rahat olurlar, yuxu dərinləşir, iş qabiliyyəti artır, qan dövranı yaxşılaşır, ürək-damar sisteminin fəaliyyəti normallaşır, bu adamların yaddaşı yaxşılaşır, görməsi yaxşılaşır. İndi bizim bir xəstəmiz gəlir, Vaqif müəllim. Demək, görməsi çox pis idi və şəkər xəstəsi idi. O zəli qoyulan kimi dedi, mən artıq görə bilirəm, oxuyuram. Yəni, gözdətmir, effektini çox tezliklə verir zəli. Təbii ki, zəli ilə müalicəni insanlarımız çox təəssüflər olsun, yenə deyirəm, köhnə fikirdə qalaraq ona biraz o diksinmə, başqa formada baxırlar. Birinci dəfəyə qədər, birinci dəfədən sonra zəlini sevirlər. Seyfəddin doktor, zəli haqqında o qədər yaxşı danışdınız ki, mən artıq özümdə zəliyə vurulmağa başladım. Ancaq mənim maraqlandıran suallardan biridir ki, zəlinin əks göstəricisi varmı? Hansı tip diabetlərə zəli qoymaq olar, hansına yox? Zəlinin əks göstərişi qan xəstəlikləridir. Bir adamda qanın